Azərbaycan xanımlarının bəzisi iç geyimlərini reklam eləməyə belə utanmırlar. Və əyninizdə iki kiçik parçadan ibarət bir hissələr var. Yenə də deyirəm, bu iç geyimlərindən danışıram, anlayır izləyicilərimiz nə demək istəyirəm. Bəs onu geyinib təqdim eləyən qadın bunu özünə necə yaraşdırır? Mənim üçün həmişə maraqlı sual bu olub. Qadın gözəldir, Allah Taala bütün qadınları gözəl yaradıb. Amma biz ona görə yaranmamışıq ki, biz yerini bildik, bilmədik, lütdənək düşək cəmiyyətdə cəmaatın arasına ki, bu geyim var ya, almaq istəyirsiniz. Birinci, o paltarları ümumiyyətlə Azərbaycan qadınları üçün gətirənlərdə. Valla mən şəxsən problem görürəm. Başa düşürəm, deyəcəklər ki, bilirsiniz nədir? Bazar budur, tələbat budur. Biz də bunu belə eləyirik də. Tələbatı da biz yaradırıq da. Biri mənim özüm. Gedirəm bazara. Geyim almaq istəyirəm övladıma. 19 yaşı var. Geyimlərin hamısı buradandır. 90% buradan da baş verdən bir uzun kofta tapmırsan ki, adam bir abırlı görsən. Heç olmasa şalvarın üstünə düşəcək qədər olsun. Ay xanım, başqa forma yoxdur. Yox, tələbat budur, başqasını gətirmirik.